Salam. Necəsiniz? Mən yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam. Sizi gördüyümə şadam. Xoş gəlmisiniz. Çox sağ ol. Çox sağ ol qızım, çox sağ ol. Mən Zeynəb Əskərizadə 18 nömrəli tam orta məktəbinin 2B sinifinin şagirdirəm. Çox gözəl, çox gözəl. Bugün çox xoşbəxtəm ki, sizdən müsahibə alacağam. Hə, qızım, mən də bugün xoşbəxtəm ki, 2B sinif şagirdinə müsahibə verəcəm. İndi buyur, suallarımı ver, mən də cavab verim. Xanlar var, sizə seçim qoysalar, teatr yoxsa kino? Mənə seçim qoysalar, teatr yoxsa kino. Bax Zeynəb qızım, mən kino ilə, filmlə gəlmişəm bu sənətə. Sonralar isə teatrda, Doğma, Akademik Milli Dram Teatrında aktrisa işləmişəm. Amma bugün mənə seçim qoysalar, mən hər ikisini seçərəm. Çünki ilk sənətə qədəm qoyanda filmlə qoymuşam. Ona görə teatr, kino, mən onların arasında fərq qoymuram. Məsələn, sizə dayaq kim olub? Bu sənətə gəlməyimdə mənə dayaq ilk başlayanda, ilk addımlarını atanda xalq artistimiz Həmidə Ömərova ilk günlərdə mənim əlimdən tutub film sınaqlarına aparıb. Yəni elə olub. Sonra isə bu sənətdə özüm ayaqda durmuşam, özüm irələmişəm. Bir də göydə Allahımız. Mənə dayaq ən çox göydə Allahım olur. Aktrisa olmasaydınız, hansı sənəti seçəydiniz? Çox yaxşı sual verdi Zeynəb qızım. Aktrisa olmasaydım, hansı sənəti seçərdim? Belə bir şey deyim. Mən aktrisa olmasaydım, başqa bir sənətdə seçsəydim, bax belə sevilən, tanınan bir insan olardım. Rolunuzun adı nədir? Ay mənim gözəl qızım. Mənim ilk rolumun adı Sarı Köynəkdir. Təkcə sən filmində çəkilmişəm və ona görə oradan elə Sarı Köynək deyə qalmışam. Və mən Sarı Köynəklə, Sarı Köynək obrazımla sevilmişəm və instituta qəbul olmuşam. Ondan sonra çox filmlər. Amma ən gözəl yadımda qalan ilk obrazın adı Sarı Köynəkdir. Tamaşalarını sevirsiniz? Hamı bilir ki, mən Akademik Milli Dram Teatrında, yeni il şənliklərində, Novruz bayramlarında uşaqlar üçün tamaşalar hazırlanır. Və mən o tamaşalarda oynayıram və sevə-sevə oynayıram sizlər üçün. Sizlər də gəlib baxırsınız. Siz özünüz bəyənirsiniz, gəlib mənim uşaq tamaşalarıma baxanda. Bəli. Çox sağ ol, çox sağ ol. Vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Mənə vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm ki, məndən müsahibə aldın. İnşallah gələcəkdə də, yenə də böyüyəndə müsahibə alarsınız, mən də sizə cavab verərəm. Tək mən deyil, bir çox insanlarla müsahibə apararsınız inşallah. Çox sağ ol, məni dəvət elədiyinə görə. Siz də sağ olun.